Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün bizə ünvanlanan bir neçə sual cavablandıracağıq inşallah. Sual işçilərin qrup halında məsuliyyətə göndərilməsi haqqındadır. Ümumi işçilərin qrup halında məsuliyyətə göndərilməsi necə tənzimlənir? Burada müddət nə qədərdir? Yəni maksimum neçə gün göndərmək olar? Bu əmək məzuniyyətinə aiddir, yoxsa ödənişsiz məzuniyyətdirmi? Hansı hallarda göndərilə bilər işçilər qrup halında məzuniyyətə və hansı şərtlərlə? İlk öncə qeyd etmək istəyirəm ki, işçilərin qrup halında məzuniyyətə göndərilməsi Əmək Məcəlləsinin 146-cı maddəsi ilə tənzimlənir. Burada qeyd olunana əsasən mütləq şəkildə işçilərin qrup halında məzuniyyətə göndərilməsi əvvəlcədən işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsində göstərilmişdirsə, yəni həmin şərt Əmək Məcəlləsində, əmək müqaviləsində daha doğrusu göstərilmişdirsə, xüsusi hallar var ki, məsəl üçün, təbii fəlakət, fövqəladə vəziyyət, istehsalat qəzaları və s. Bu kimi hallarda artıq işçiləri qrup halında məzuniyyətə göndərmək olar. Burada sual verilmişdi, qrup halında əmək məzuniyyəti, ödənişsiz məzuniyyət, bu hər ikisinə aiddir. Yəni, əmək məzuniyyətində göndərilə bilər, ödənişsiz məzuniyyətində göndərilə bilər. Daha sonra sual olmuşdu, bundan ötürü işçidən ərizə alınırmı? İşçidən ərizə alınmasına ehtiyac yoxdur. Bu, əgər əmək müqaviləsində şərtləndirilibsə və həmin hallardan biri artıq baş veribsə, məsəl üçün, bu 2020-ci ildə koronavirus dalğası baş vermişdi, bu kimi hal və yaxud da hər hansısa bir təbii fəlakət, istehsalat qəzaları və s. Bu kimi hallarda artıq işə götürən əmr verir, əmək müqaviləsində göstərilən işçilər, yəni hansı işçilərin ki, əmək müqaviləsi göstərilibdir, qrup halında ödəniş məzuniyyətə və yaxud da əsas məzuniyyətə göndərilir. Müddətinə gəldikdə, ödənişsiz məzuniyyətə əgər işçini göndərsək, bu işçinin əsas məzuniyyətinin 2 mislindən çox olmamaq şərti ilə göndəriləcək. Yəni, əgər texnik işçi, məsəl üçün, fəhlə kateqoriyası və s. bu kimi işçilərdə 21 gün illik məzuniyyət varsa, işçilər qrup halında 42 gündən, yəni həmin işçiləri 42 gündən çox ödəniş məzuniyyətə qrup halında göndərə bilmərik. 30 gündürsə, artıq 60 gündən çox göndərə bilmərik. Qrup halında işçilərin məzuniyyətə göndərilməsinin tənzimlənməsi, yəni işə götürən əmri ilə hər hansısa bir xüsusi hal olmalıdır. İşçidən ərizə alınmasına ehtiyac yoxdur. Müddəti qeyd etdik və bu son olaraq bildirim ki, əgər işçinin əmək müqaviləsində göstərilməyibsə, göndərilməsi qanun pozuntusu olacaq. Yəni bu tənzimlənir əmək müqaviləsi ilə.